Yeni videoları ilk izlemek için MedPlus TV kanalına abone olmayı unutmayın. Tibbin son illərdəki ən böyük bəlalarından olan hepatitlər haqqında danışmazdan öncə qaraciyər haqqında kiçik olaraq onu qeyd eləyək ki, qaraciyər belə deyim, qarın boşluğunun ən əvəzedilməz orqanıdır. Deyək ki, digər orqanlar ürək, ağciyər və s. digər orqanlar cihaza bağlanmaq şərti ilə, dərman dəstəyi vasitəsilə müəyyən bir müddət əvəz olunursa, deyək ki, 1 saat, 1 gün müddətində həmən insanları yaşatmaq mümkündürsə, qaraciyərdə bu tiplə əvəz etmək mümkünsüzdür. Yəni qaraciyəri hər hansısa bir cihazla, hər hansısa bir dərmanla əvəz etmək qeyri-mümkündür. Və ən xoşa gəlməyən cəhəti qaraciyərin sinir təchizatı zəif olduğuna görə qaraciyərdə problemlər olarkən qaraciyər iltihablanarsa və yaxud da hətta bəzən orta ağır problemlərdə belə qaraciyərdə ağrı olmadığına görə həmin şəxslər qaraciyər problemlərindən xəbər tutmur. Bu yüzdən mütləq olaraq qaraciyərimizi hətta problem olmasa belə ildə bir dəfə profilaktik olaraq müayinə etdirməmiz lazımdır. Bura yəni qarın boşluğunun ultrason müayinəsi, UZI dediyimiz belə deyim, aparat vasitəsilə yoxlatdırarsa, böyük bir problemin, böyük bir təhlükəsinin qarşısını almış ola bilərik. Hepatitlər haqqında onu qeyd eləyək ki, hepatitlər qaraciyərin virus xəstəlikləridir. Qaraciyərin iltihabı ilə nəticələnən. Hepatitlərin yoluxma yolları müxtəlifdir. Əsas olaraq qan vasitəsilə yoluxur. Deyək ki, yaxşı sterilizasiya olunmayan alətlərdən keçə bilər, tibbi prosedurlar zamanı, hər hansısa bir tatuaj və s. əgər döydürlərsə və yaxud da manikür, pedikür salonlarında olarsa qadınlar, kişilər bərbər salonlarında olarsa, onlardan yoluxma ehtimalı yüksəkdir. Cinsi əlaqə vasitəsilə də az da olsa yoluxması mümkündür. Ən xoşa gəlməyən cəhəti hepatitlərin ilkin yoluxma müddətində heç bir əlamət verməmələridir. Sadəcə kiçik əlamətlər ola bilər ki, bunlar halsızlıq, qripə bənzər əlamətlər, sağ tərəfdə yüngül ağrı, silin rəngində qızarma, bu tipli yüngül ağrılar ola bilər. Bunlar da ümumi ağrılar olduğuna görə şəxslər hepatitlərdən təbii ki, şübhələnmir və bu yüzdən də %80-85% hallarda hepatitlər xronik formaya keçir. Xronik formaya keçdikdən sonra uzun illər ərzində həmin xəstələrə ağrı vermir. Amma müəyyən bir ildən sonra qaraciyərdə ciddi dəyişikliklər verdikdən sonra deyək ki, qaraciyər sirrozu olduqdan sonra bunu insanlarımız da görürlər, insanlar içində öz yaxınları və yaxud da olduğu ərazilərdə deyək ki, sirrozlu olan şəxslərin qarınlarına maye yığır, qarınları şişir, torba kimi həddindən çox böyük olur. Həmin şəxslərin sarılığı olur, daha sonraki müddətdə qan qusma olur və sonradan ölümlə nəticələnir, əgər müalicə olunmazsa. Bu yüzdən mütləq olaraq ildə bir dəfə profilaktik yoxlanmaq, böyük virusların, yəni hepatit və hepatit C-nin yoxlanması vacibdir. Keçmiş illərdən fərqli olaraq indi sevindirici haldır ki, hepatit C-lər artıq tam sağalan xəstəlikdir. Həm də az öncə qeyd etdiyimiz ağır mərhələlərdə belə hepatitlər 3 ay müddətində, bu önəmlidir, interferon iynəsi, yəni iynə istifadə olunmadan tabletkalarla tam olaraq müalicə olunur. Və bu tabletkaların heç bir əlavə təsiri olunmur. Interferon iynələrindən fərqli olaraq onlardan dəfələrlə ucuz, hətta adi belə deyək, orta əmək haqqı ilə yaşayan insanların belə qarşılayacağı artıq bir miqdardadır. Bu çox sevindirici haldır. Hətta çox insanlarımızın bundan xəbəri yoxdur. Çünki ilkin vaxtlarda həmin müalicələr həddindən çox baha idi. Amma hal-hazırda hepatit C xəstəliyi artıq 3 ay müddətində sadəcə qeyd etdiyimiz kimi dərman müalicəsi ilə tam olaraq sağalır. Dediyim kimi, hətta sirrotik dəyişikliyi versə belə, qarında maye yığılma halı olsa, sarılığı olsa belə artıq indiki halda hepatit C müalicə olunduqdan sonra həmin xəstələrin müəyyən qədər geri dönməsi mümkündür ki, bundan sonra da onlar qalan ömürlərini normal şəkildə yaşayırlar. Yəni, həyat insana bir dəfə verildiyi üçün mütləq olaraq tövsiyə edirik ki, hər şəxs ildə bir dəfə profilaktik yoxlansın. Əgər hepatit C virusu aşkarlanarsa, artıq əvvəlkindən fərqli olaraq hepatit C virusu, hepatit C xəstəliyi sağalmaz xəstəliyi deyil, bunu bilsinlər və mütləq olaraq müalicə alsınlar. Yeni videoları ilk izlemek için MedPlus TV kanalına abone olmayı unutmayın.